Herkese salam uşaqlar. Bugün sizə natural ədədlər mövzusunu tam şəkildə keçmək istəyirəm. Ümumiyyətlə çalışacağam ki, bütün mövzuların tam şəkildə izahını keçim ki, bilək ki, riyaziyyatdan bütün mövzuları nəzəri şəkildə bilirik. İndi bugün başlayırıq natural ədədlərdən ən sıfırdan. Yəni 5-ci və 11-ci sinif arası istənilən uşağın baxanda başa düşə biləcəyi bir şəkildə izah edəcəm ki, ekstra videoya ehtiyac olmasın. İndi başlayırıq birinci natural ədədlərdən. Natural ədədlərdən birinci gəlin nə deyək? Əvvəlcə natural ədədlər nədir? Gəlin yazaq. Baxın, natural ədədlər sayarkən istifadə etdiyimiz ədədlər natural ədədlərdir. Əşyaları sayarkən istifadə etdiyimiz ədədlərdir. İndi biz əşyaları sayarkən hansı ədədlərdən istifadə edirik? Təbii ki, məsələn 1, 2, nə bilim 5, 12, məsələn deyirəm 12 dənə kitabım var, 5 dənə qələmim var, düz deyilmi? Deməli, natural ədədlərin içində nə yoxdur? Mənfi yoxdur. Məsələn, heç vaxt heç kim deməyib ki, məsələn, mənim mənfi 5 dənə qələmim var. Və yaxud da nə bilim 0,4 qədər kitabım var. Natural ədədlər, yəni bizim dədə-babadan bildiyimiz ədədlərdir. Natural ədədlər n ilə işarə olunur, yəni natural ədədlər çoxluğu belə deyək, n ilə işarə olunur. İndi çoxluğu keçəndə təbii ki, nə olduğunu biləsiniz, amma belə deyək, yəni loru dildəki natural ədədlər n hərfinə işarə olunur, adından göründüyü kimi. Və natural ədədlərə hansı ədədlər daxildir? 1, 2, 3, 4, baxın, uşaq vaxtı keçdiyimiz ədədlər 5 və sair sonsuza qədər gedir. Çünki heç birimiz natural ədədin harda bitdiyini bilmirik. Amma ən azından nə ilə başladığını biləcəyik. Məsələn, 1 ilə başlayır. İndi burada bizim bir istisnamız var. 0, yanına da yazıram. 0 natural ədəd deyil. Baxın, 0 natural deyil. Səbəbi də nədir? Çünki biz deyirik ki, natural ədədlər əşyaları sayarkən istifadə olunur. İndi bizim tutam ki, bir şeyimiz yoxdur. Məsələn, nə bilim, dəftərimiz yoxdur. İndi mən durub deyəsi deyirəm ki, mənim 0 dəftərim var. Yəni, bunu işlətmirik də, düzdür. Deyirik ki, dəftərimiz yoxdur. Yəni, biz 0-ı əşyanı sayarkən istifadə etmirik də, fakt, danışığımızda. Ona görə 0 natural deyil. Yəni, bu cür yadda saxlaya bilər ki, mən bir şeyi sayanda 0 kimi saymıram. Yəni, deyirəm, ümumiyyətlə yoxdur. Ona görə 0 natural deyil. Bunu yadda saxlayaq. Deməli, biz buradan nəyi başa düşdük? Ən kiçik natural ədəd neçə olmuş olacaq? 1. Baxın, buradan görürük ki, ən kiçiyi 1-dir. 1-dən başlayır. Bəs ən böyük natural ədəddirsə nə olacaq indi? Ən böyüyü yoxdur. Yəni, sonsuzdur əslində, amma yəni yoxdur da. Çünki bilmirəm axı bu harda qutarır, düz deyilmi? Yəni, sonsuza qədər gedir. Milyard, trilyon, indi harda qutaracaq? Yəni, indi belə bir şey düşə bilər də, indi təməl bir şeydir. Burada nə bildik? Ən kiçik natural ədəd 1-dir, ən böyüyü yoxdur. Bunu bildik. İndi natural ədədlərdəki belə bir şey var. Natural ədədlər özləri, ümumiyyətlə ədədlər özləri nəydən düzəlir? Rəqəmlərdən. Yəni, bütün ədədlərdən söhbət gedir. Gəlin görək bu rəqəmlər nədir? Gəlin birinci rəqəm yazaq bura bir dənə. Bax, yazıram rəqəmlər. Elə bir düşünün ki, bir riyaziyyatın təməli kimi də rəqəmlər. İndi rəqəm deyəndə adam elə bilir ki, 15, 20, 25 rəqəmi olacaq. Çünki danışığımızda elə işlədirik də, deyirik 15 rəqəmi, 25 rəqəmi. Amma əslində onlar rəqəm deyil. Onlar ədəddir. Natural ədəddir özdə. Düzdürmü? Amma rəqəm nədir? Ədədləri düzəldən şeylər ki var, onlar rəqəmdir. Çox belə şey düşünməyə ehtiyac yoxdur. Rəqəmlərə hansılar aiddir? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Всё. 9-dan oyana yoxdur. 9-dan oyana ədəd başlayır. Yəni, mən də onu deyirəm, ədədlər rəqəmlərdən düzəlir. Baxın, bu rəqəmlərin hesabına biz böyük ədədləri düzəldirik. Məsələn, nə bilim, olsun 2386. Baxın, 2386 ədəddir. Nəydən düzəldir? Bu rəqəmlərdən. 2-dən, 3-dən, 8-dən, 1-də 6-dan. Yəni, biz bunları birləşdirəndə, yanaşı qoyanda ədəd alınır. Bu ədəddir. İndi, ədəd önəmli deyil. Təbii ki, ədədlər sonsuzdur. Amma rəqəmlər neçədən oldu? Baxın, saysaq 9 dənə deyil, 10 dənədir. 10 dənə rəqəmimiz var. Bunu bilək. Və 0 rəqəmdir bu arada, amma natural ədəd deyil də. Yəni, rəqəmdir, amma natural ədəd deyil. Bu oldu bizim rəqəmlərimiz. Sadəcə olaraq mən nəyi demək istəyirəm indi buradan? Normalda biz indi düzdür, natural ədədi keçəcəyik, o heç. Natural ədəd bizim mövzumuzdur. Amma natural ədəddən əlavə başqa ədəd tipləri də var. Onları da gəlin yazaq, indidən bilək. Yəni, gələcəkdə bizim üçün şey olmasın. Hətta istəyirsiniz bir də yazım ki, natural
ədədlərin elə bil növləri də natural ədədlər. Onu necə yazdıq ki, natural ədədlər N hərfi ilə işarə olunur. Aiddir bura 1, 2, 3, 4, 5 və sair gedəcək. Sonra gəlir tam ədədlər. Tam ədədlər hansılardır? Tam ədədlərə aiddir natural ədədlər, 0, bir də naturalın əksi olan ədədlər. Əksdəki mənfisi deməkdir. İndi tam ədədləri hansılar? Bu arada tam ədədlər T hərfinə işarə olunmur. Birdən elə bilərik ki, T-dır, amma Z hərfinə işarə olunur. İngiliscədən götürülüb böyük ehtimal. Yəni bunu Azərbaycanca kimi fikirləşməyin. İndi tam ədədlər Z hərfi iləndir. Tam ədədləri nələr aiddir? Mənfilər, müsbətlər 0. Amma tam olmalı da, kəsir olmaz. Məsələn, sonsuzluqdan başlayır bu arada, çünki mənfi də sonsuzluğa doğru gedir axı. Məsələn, -2, -1, 0, 1, 2, 3, yenə nöqtə. Deməli, tam ədədlərin nə kiçiyi var, nə də böyüyü. Amma naturalda kiçik var idi, 1 idi, böyüyü yox idi. Amma burada görürsünüz, kiçik də yoxdur, sonsuzdan başlayırıq ona görə. Tam ədədlər oldu Z. Bu arada yadınıza saxlayın ki, natural ədədlər tam ədədlərin içində var. Natural zaten 1-dən bu yanadır. Tamın içində də həm mənfi var, həm 0 var, həm müsbət var. Yəni baxın, bu hissə müsbətlərdir. Bunlar naturaldır da, görürsünüz buradan o yana. Yəni görürsünüz, natural tamın içindədir o şey. Amma tam naturalın içində deyil də, tam daha çoxdur ona görə. Çox azın içinə girənməz ki, az çoxun içində ola bilər. Tamdan sonra gəlir rasional ədədlər. Ədəd tiplərdir bunlar. Bunları bilək, sonra keçərik ədəd oxuna. Orada ədədlərdə göstərərik hazır ki, bu ədədlər nətər göstərilir. Rasional ədədlər hansılardır? Rasional ədədlər işarə olunur Q hərfi ilə, yenə R kimi düşünməyək. Buna hansı ədədlər aiddir? Deməli, mənfilər, buradakı mənfilər 0, müsbət ədədlər, bir də ən əsası kəsirlər. Artıq rasional ədədlər tam ədədlərdən yenə çox. Bax, görürsünüz, hər dəfə bir ədədlərin sayı artır. Rasionalın da içində elə bir natural var, tam var, mənfi, müsbət 0 və əlavə olaraq kəsirlər də var. İndi rasionalda təbii ki, kiçik böyüyü yoxdur. Məsələn, ola bilər, məsəl üçün, gəlin sonsuzdan başlayaq. Nöqtə, mənfi olsun 3/4/2 mənfi kəsir ədəd. Sonra mənfi 1 adi tam ədəd, 0, sonra 4/3, 2/8/1, 5, nə bilim 7 və s. belə gedəcək. Yenə sonsuzdur. Yəni rasionalın içində kəsirlər var. Bu arada indi kökləri keçməmişik, amma yenə də deyim. Kök altından çıxa bilən ədədlər rasional ədədlərdir. Məsələn, baxın, kök adlı 25. Kökü bilən uşaq yəqin ki, biləcək kök adlı 25-dən 5 çıxır. Yəni kök adlı 25-də rasional sayılır. Çünki kökdən çıxır da ümumiyyətlə. Bir də əlavə olaraq hansı ədədlər rasionaldır? Sonsuz dövrü kəsirlər, amma təkrarlanan. Sonsuz dövrü təkrarlanan kəsirlər rasionaldır. Təkrarlanması irrasional olacaq, indi onu deyəcəm. Yəni təkrarlanırsa rasionaldır. Məsəl üçün təkrarlanan bir dənə də deyəcək. 3,8, 7, 6, 6, 6, 6, nöqtə. Bəli, 8, 7 təkrarlanmır, önəmli deyil. Əsl odur ki, 6 təkrarlanmağa doğru getdi. Bu da rasionaldır. Bir də bunun yazılış forması var mötərizənin içində. Onu da kəsirlərdə danışacağıq. Məsəl üçün 4/5, baxın dövrdə 6. Məsəl üçün. Baxın bu da rasional, çünki bu da təkrarlanır. Hansı ədəd təkrarlanır? Baxın 6. Birlikdə mötərizənin içindəki ədəd təkrarlanırdı. Yəni bu tip ədədlərdə görsək bunlar rasionaldır. İndi keçək irrasional. İrrasional nədir? İrrasional kökdən çıxa bilməyən ədədlərdir. Rasionaldan fərqli olaraq bu arada irrasionalın bu yuxarıdakı 3 ədədlə heç bir əlaqəsi yoxdur. Baxın, bu 3 əlaqəlidir. Natural tamın içində var, tam rasionalın içində var, rasionalın içində bir hamısı var da. Həm natural, həm tam, həm də özünün əlavə ədədləri, kəsirlər falan. Amma irrasional bunların heç bir əlaqəsi yoxdur. İrrasional ayrıca bir dünyadır. İrrasional ədədlərə hansılar aiddir? Birinci yazıq nə ilə işarə olunur? İrrasional asandır, i hərflə işarə olunur. Dedik ki, kökdən çıxa bilməyən ədədlər. Məsələn, kök altında mənfi 87. Bu arada mənfi kökün içində deyil, çölündədir. Çölündə ola bilər, problem yoxdur. Məsələn, mənfi yazım. Məsələn, kök altında, məsələn, 3 tam kökdə 7. Məsələn, kök altında 48, 49 olsaydı irrasional olmazdı. Amma 48 irrasionaldır, kökdən çıxmır. Bir də əlavə olaraq irrasional hansı ədədlərdir? Dövrü, daha doğrusu sonsuzdur, amma təkrarlanmış. Məsələn, baxın, 4
5, 6, 9, 7, 2, 1, nöqtə, nöqtə, nöqtə. 1 təkrarlanmır. Görürsünüz, birdən əlavə yazmadım. Sadəcə sonsuz bir ədəddir, amma ədədlər də təkrarlanmır da. Nətər gəldi, düzülüblər. Bu irrasionaldır. Və əlavə olaraq y ədədi, bir də pi ədədi irrasionaldır. Pi bilirik də yəqin artıq 3,14 nöqtə, nöqtə, nöqtə. Bu da görürsünüz fərqli ədədlərdir. Y ədədi də 2,71 nöqtə, nöqtə, nöqtə. Pi y-dən böyükdür. Bunlar da irrasional ədədlərdir. İndi biz bunu çoxluq kimi göstərsək, çoxluq dərsini keçmirik indi, ona görə çoxluq kimi göstərməyim. Sadəcə nəyi bilək? Bu ədədlərin hamısı bir yerdə, baxın, natural, tam, rasional, irrasional. 4-ü bir yerdə həqiqi ədədlərdir. Həqiqi ədədlər bütün ədədlərdir. İndiyə kimi bildiyimiz, gördüyümüz, istir kökdən çıxsın, istir çıxmasın, istir mənfi olsun, istir müsbət olsun, hamısı həqiqi ədədlərdir. Həqiqi ədədlərdə hansıdır? R hərfinə işarə olunur. Yəni, R-nın içində bütün indiyə kimi burada gördüyümüz ədədlər daxildir. Bu oldu ədədlərin növləri. Təbii ki, biz bunlardan bugün hansını öyrənəcəyik? Natural öyrənəcəyik, bir də tama baxacağıq. Birinci gəlin ədəd oxu çəkək bir dənə. Əvvəl ədəd oxunu bir bilək görə ədəd oxu nədir? Çünki ədəd oxu təməl bir şeydir. Deməli, birinci çəkirəm ədəd oxu. Ədəd oxu nə idi? Baxın. Elə bir dənə x-dır, y-ı yoxdur da. Bilirsiniz də bu soldan sağa gedən x oxuydu. İndi ədəd oxunda bizdə ədədlər düzülür. Ortada, yəni belə deyək də ortada həmişə 0 olur. Bəzən 0 göstərmirik. Baxır da ədəd 0 deyilsə təbii ki yazmayacağam. Ədəd oxundan 0-dan sağda yerləşən ədədlər müsbət ədədlərdir. Solda yerləşənlər mənfi. Və ədədlər təbii ki kiçikdən böyüyə doğru düzəcəm də buradan bura baxanda. Məsələn, tutalım mənə deyir ki 2, 3, 4. Məsələn, belə düzürük də tutalım 1, 2, 3. Buradan da eyni məsafədə -1, -2, -3. Məsələn, tutalım indi mənə desə ki 2,3/1. 2,3/1 baxın 2 ilə 3-ün arasıdır. Məsələn, bura olacaq 2,3/1. Tutalım ki. Məsələn, desə ki -1,8/7. -1,8/7 bu ikisinin arasındadır. Olacaq məsələn burada tutalım ki -1,8/7. Yəni, ədədlərin düzülüşü ədəd oxunda bu şəkildə olur. İndi, ədəd oxunda bizdə birincisi nə istəyə bilər? Məsafə. 2 nöqtə arasındakı məsafə. Baxın, yazıram. 2 nöqtə arasındakı məsafə. İndi, düzdür, bu ədəd oxu məsələləri həqiqi ədədlərin də içində var topluda. Amma ədəd oxu təməl bir şeydir. Bunu gərək bilək indidən. Gəlin göstərim, çox sadə bir şeydir. Baxın, çəkirəm. Tutalım, mənə baxın, nöqtə verib burada. Burada deyir A nöqtəsidir. Bu da olsun B nöqtəsi. Deyir ki, məsələn, bura -17-dir. Burada 23-dür. Ədədlərdə dedikdə müsbətlər sağdadır. Deyir ki, AB-nin arasındakı məsafəni tapın. Yadınızda saxlayın ki, məsafə tapanda sağdan solu çıxıram. Yaxud da belə yadda saxlayın ki, böyükdən balacanı çıxıram. Böyükdən müsbət olandır da təbii ki. İndi 2 mənfi olsa orada da yenə böyüyə baxacam, amma yəni ümumi olaraq götürsək, məsafə tapanda böyükdən balacanı çıxırıq, toplamırıq. 23-dən baxın çıxıram -17-ni. -17-nin mənfisində yazın. Bu çıxmanın çıxması da bu -17-nin mənfisidir. 2 mənfi toplanma olur. 23-ün də üstünə 17 gəndə neçə eləyəcək? 40. Deməli, -17 ilə 23-ün arasındakı məsafə 40-dır. Məntiqli də biri 0-dan 17 qədər soldadır, biri 0-dan 23 qədər sağdadır. Ümumi 40 qədər olur da. Deməli, məsafəm oldu 40. Bu bir. İkincisi ki, biz ədəd oxunda nə verə bilər? Məsələn, deyə bilər ki, nöqtə verə bilər. Deyə bilər, bu nöqtə hansısa ədədə uyğundur. İndi onu gəlin göstərim hər ehtimal. Düzdür, həqiqi ədədlərin içində də var. İstəyirsiniz göstərməyim ən yaxşısı. Qoyun həqiqi ədədlərin içində danışır. O biraz çox detallı olacaq, kəsirlərə qeyb girəcək. Bir dənə hələ ki bunu bildik bəsimizdir. Yəni ümumiyyətlə ədəd oxunda ədədləri göstərdik, müsbət, mənfili. Deməli, biz dedik ki, natural ədədlər N hərfinə işarə olunur. 1-dən sonsuzluğa qədərdir. Ən kiçiyi 1-dir. 0-da natural ədəd deyil. İndi, natural ədədlərin topluda məsələn nasıl ola bilər? Sizə deyə bilər ki, məsələn, natural ədədlərin cəmi naturaldırmı, fərqi naturaldırmı, nə bilim, hasil nisbəti. Yadınızda nəyə saxlayın? Birincisi, baxın, natural ədədlərin cəmi və hasili naturaldır. Cəmi və hasili naturaldır, mütləq, yəni bunun başqa yolu yoxdur. Bu 100%-dir. Məsələn, natural ədəd götürək, tam 9, biri də olsun 12.
Bunlar toplayanda da təbii ki, natural verəcək. Çünki toplamada qeyri-adi bir qayda yoxdur. Vuranda da natural verəcək. Düz deyilmi? Toplayanda 21 verir, vuranda da 108 verir. Yəni nə qədər natural götürürsünüz götürün, toplayanda vuranda natural eləyəcək. İmtahanda bunu yoxlamaq da olar, ədəd götürün. Amma natural ədədlərin fərqi ilə nisbəti natural ola da bilər, olmaya da bilər. Deyə bilmərəm deyil və yaxud da naturaldır. Ola da bilər, olmaya da bilər. Ona görə əgər seçsək ki, məsələn, natural ədədlərin fərqi naturaldır, bu səhvdir. Çünki riyaziyyatda şübhəli bir şey ola bilməz. Bir şey ki, şübhəlidirsə, deməli o səhvdir. Yəni deyirsiniz ki, bəli, natural ədədlərin fərqi natural deyil. Çünki ola da bilir, olmayacaq. Zaten elə bir şey deməyəcək. Amma yenə də, yəni fərqi konkret naturaldır deyə bilməz. Konkret çünki deyil. Natural ola bilər, olmaya bilər. İndi misal göstərim bilək. Məsələn, tutalım ki, mənə veribdir, baxın, elə hazır 9, bir də olsun 12. Baxın, bu ədədləri mən bir-birindən çıxanda 9-dan 12-ni çıxsam mənfi 3 verir. 12-dən amma 9-u çıxsaydım müsbət 3 verərdi. Baxın, əgər bundan bunu çıxsam natural alınmır, tam alınır, amma natural deyil. Bundan bunu çıxsam, amma natural alınır. Görürsünüz, ona görə fərqi natural ola da bilir, olmaya da bilir. Baxır, nəydən nəyə çıxıram. Toplamada fərqi yoxdur, amma çıxmada fərqi var. İndi bu nisbəti söhbəti nisbətlə bölmək deməkdir. Məsələn, tutalım götürürəm ki, 18 ilə 3. 18-i 3-ə bölsəm 6 verir, tam bölünür, naturaldır. 3-ü 18-ə bölsək tam bölünmür də, kəsr kimi qalır. Eləyir elə 6-da 1. Bu naturaldır, bu natural deyil, bu rasionaldır. Bayaq dedikdə kəsirlər rasionala aiddir. Ona görə fərqi ilə nisbəti natural ola da bilər, olmaya da bilər. Və bir də natural ədədlərin qüvvəti, natural üstü qüvvəti. Təbii ki, o da naturaldır. Adi qüvvət yox, natural üstü qüvvət. Yəni, məsələn, tutan hansısa bir natural ədəd verib. Bunun üstündəki qüvvəti, n. Bu naturaldırsa, cavab da natural olacaq. Yəni, natural üstü qüvvət o demək. Yəni, qüvvət naturaldırsa, cavab da naturaldır. Məsələn, 9 üstü 2, 9-un üstü 3, bu 81 verir, bu eləyir 729. Məsələn, olsun 4 üstü 4, 256. Görürsünüz, natural ədədin üstündəki qüvvət də natural olanda cavab da natural alınacaq. Yəni, nə deyirik? Natural ədədin natural üstü qüvvəti də natural verəcək. İndi natural ədədlərdə bizdə natural ədədlər 2 cür olur. Birinci, cüt və tək ədədlər. Gəlin yadımıza salaq görək cüt ədədlər və tək ədədlər nə idi? Birinci də cütdən başlayaq, xoşumuz gələn. Cüt ədədlər nədir? 2-yə qalıqsız bölünən ədədlər cüt ədədlərdir. Bu qədər. Yəni şey yoxdur da, bir qeyri-adi qaydası yoxdur. 2-yə qalıqsız bölünən ədədlər natural ədədlər, cüt ədədlərdir. İndi 2-yə qalıqsız bölünən ədədlər cütdürsə, cüt hansı ədədlər olur? 2-yə bölünənləri yadımıza salaq. 2, 4, 6, 8, 10, 12 və sair. Çünki natural ədədlər yenə deyirəm sonsuzdur. Bu arada 0 cüt deyil. Amma 10 görsüz cütdür. Sonu 0 olanlar cüt sayılır. Amma 0-ın özü cüt deyil. Niyə deyil? Cüt ədədlər natural ədədlərin bir növüdür. 0-dan natural deyil deyə onun cütə təki aidiyyatı yoxdur. Biz uşaq vaxt elə bildik 0-da cütdür. Böyüyəndən sonra bildik ki, deyilmiş. İndi siz bilin də. Yəni 0 cüt deyil, çünki 0 natural deyil. Amma 0 təbii ki 2-yə bölünürmü? Hə, 0-ın üstə hər şeyə bölünür. İndi cüt ədədlərin bu hissəsi asandır da. Bunu hamı bilir, onsuz da cüt ədədlər hansılardır? Cütlə bağlı sizə nə deyə bilər? Birincisi, cüt ədədlərin ümumi formulunu bilmək lazımdır. Baxın, cüt ədədlərin ümumi formulu. Ümumi formulu nədir? Yəni, elə bir formul olsun ki, mən orada n-in yerinə, yaxud da x-in yerinə nə qoyuramsa qoyum, həmişə cüt versin də mənə. Mən rahat olum ki, bu formul cütlərin formuludur. Bu formul 2n-dir. Mən hələ ardıcıl demirəm, amma ardıcıl cüt ədədlər. Sadəcə ümumiyyətlə cüt ədədlərinin ümumi formulu 2n-dir. Harda 2n görsək, ağlımıza gələcək ki, bu 2n nədir? Cütdür. Niyə? Niyəsində deyim. Baxın, 2n. Mən n-in yerinə 1 qoysam nə verəcək? Baxın, n-in yerinə 1 qoysam, 2-ni 1-ə vursam 2. N-in yerinə 2 qoysam, 2-ni 2-yə 4. N-in yerinə 3 qoysam, 3-ü 2-yə 6. Görürsünüz, cüt ədədlər alınır. Ona görə 2n-dir formul. Yəni, elə bir formul verin ki bizə, biz həmişə cüt alaq da, tək almayaq. İşimiz asan olsun. O da nədir? 2n-dir. Yəni, cüt ədədlərin ümumi formulu 2n-dir. Haradasa 2n görsəm, qüvvətdə və yaxud nə bilim, hansısa başqa mövzuda, ağlıma gələcək ki, 2n cüt ədəddir. Yəni, mənə burada cüt ədədləri ilə bağlı bir şey verib. Bu oldu cüt ədədlərin ümumi formulu 2n. Bəs indi,
Ardıcıl cüt ədəd nə deməkdir? Ardıcıl cüt ədədlər. Məsələn, sizə deyəcək ki, ardıcıl 3 dənə cüt ədədin nə bilim cəmi 60-dır. Bunları tapın. Gəlin birinci ardıcıl cüt ədədlər nətər yazılır onu göstərim. Bayaq dedim ki, cüt ədədlərin formulu nədir? 2n, düzdür? Deməli, birinci ədədim 2n olacaq. Ardıcıl cüt deyil. Baxın, cüt ədədləri bir dənə baxın. 2, 4, 6. Neçə artırlar? 2, 2 artırlar da 2, 2 artıb ki, belə olub. Deməli, biri 2n'dirsə, birincimiz. O birisi olacaq 2n, üstə gəl 2. 2, 2 artır axı. O birisi olacaq 2n, üstə gəl 4. O birisi olacaq 2n, üstə gəl 6. Belə gedəcək. Neçə dənə deyir o qədər. Məsələn, 3 dənə ardıcıl cüt ədəddirsə, bu üçünü götürəcəm. Onlarla bağlı işləyəcəm. Məsələn, deyək ki, bizə misal verib ki, 3 dənə ardıcıl cüt ədədin cəmi olsun neçə? Deməli, 60. 60 ola bilərmi? Hə, 60 ola bilər. İndi deyir ki, bu ədədləri tapın. Düzdürmü? Yəni, bu ədədlər neçədir ki, hansı ədədlərdir ki, bunlar 3 dənə cüt ədəd ki, bunları toplayanda 60 verir. Bu arada ardıcıldır ya. Birinci bu misal nətər yazırıq? Şərt yazmağı öyrənin. Şərtsiz yazanda, sonra situasiyada, ətraflıda qarışdırasınız. Tapdığınız cavabı bilməyəsiniz, nəyə qoyasınız. 3 dənə demir. Yazıram birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Birinci ədədim 2n'dir. İkinci ədədim dedim 2 dənə artır, 2n üstə gəl 2. Üçüncü ədədimdə 2n üstə gəl 4. Bunları toplayacağım, özü deyir, cəmi 60'dır. Cəm nədir? Yəni, bunları topla da. Gəl toplayaq. 2n üstə gəl. 2n üstə gəl 2. Üstə gəl 2n üstə gəl 4. Bərabər 60'a. Üçünü toplayıram. N'lər 1 toplanır, ədədlər 1. Olacaq 6n üstə gəl 6 bərabər 60. 6n bərabər 54. N də bərabərdir 9'a. N zaten natural alınmalıydı. Yəni, rahat düz tapmışıq. N 9'dur. Mən indi cavabı yazsam elə bir dənə 9 orada oldu səhv. Deyəcəklər ki, bu uşaq dərs eləyə bilmir, misal işləyə bilmir, doğru düzgün. İndi tapıb yalandan saxlayıb. Aparıram, baxın bura. Yuxarıda, baxın, şərt yazın. Şərti ona görə yazdım ki, yerinə qoya bilim. 9'u aparsız, üçündə də yerinə qoyursunuz. Çünki üçünü də istəyir. Burada 9'u qoysam, bu arada arada vurma var, onu deyim. 2'ni 9'a vuranda 18. 2 dənə bundan artıqsa 20, bu da 22. O sizə dedikdə ardıcıldır. 18, 20, 22. Həqiqətən də toplayın görün 60 verir, vermiş. Verəcək. Deməli, düz tapışıq. Birdən də işdə imtahanda şübhələndi ki, görən düz yazıram, səhv yazıram, bu işin axırı gedir. Bu oldu bizim ardıcıl cüt ədədlərimiz. İndi gəlin yazaq. Bu cütləri dedik, qutardıq. Ümumi formulu 2n'dir. 2'yə qalıqsız bölünür. Əsasda ardıcıl cüt ədədlər bunlardır. Bəs tək ədədlər nədir? Tək ədədlər 2'yə qalıqsız bölünməyən ədədlər. Belə deyək də. 2'yə qalıqla bölünən ədədlər. Bütün ədədlər. 2'yə qalıqla bölünən ədədlər. Olur tək ədədlər. Məsələn, hansılar? 1, 3, 5, 7, 9 və s. yenə sonsuzdur. İndi tək ədədlərində ümumi formulu var. Onu da yazaq. Cütdəki kimi elə bir formulu olsun ki, mən orada n'in yerinə 1, 2, 3, 4, 5 qoyanda cavablar tək versin. Formul. Tək ədədlərin ümumi formulu 2n çıxılsın 1'dir. Gəlin yoxlayaq görək həqiqətən düzdür. Məsələn, mən n'in yerinə burada 1 qoysam nə verəcək? 2'ni 1'ə vuranda 1, 2, 2'dən də 1 çıxanda 1. İlk tək ədədi aldım. N'in yerinə 2 qoysam, 2, 2, 4, 4'dən 1 çıxıram, 3. N'in yerinə 3 qoysam, 6, 1, 5. Görsünüz, təklər alınır. Formula yəni bu deməkdir. Yəni, mən n'in yerinə ürəyim istədiyim şeyi qoyum və həmişə də tək alınsın da cüt alınmasın. Deməli, tək ədədlərin ümumi formulu oldu 2n çıxılsın 1. Yaxşı, ardıcıl tək ədədlər necə olacaq? Bu arada bunları qeyd kimi dəftərinizə yazın da məncə. Çünki mən istəsəməz burada, nə bilim, silirəm, bəzən gedir. Ona görə başdan yazın. Ardıcıl tək ədədlər. Ardıcıl tək ədədlər indi hansı olacaq? Birincisi təbii ki, budur. Bundan başlayır. 2n çıxılsın 1. Bu arada tək ədədlərdə 2, 2 artır. Olacaq 2n üstə gəl 1. Sonra 2n üstə gəl 3. 2n üstə gəl 5 və s. Belə gedir. Yenə də misal versə, yuxarıda elədiyimiz kimi eləyəcəyik. Bir də ardıcıl ədədlər var. Məsələn, bax, ardıcıl cüt ədədləri dedik.
ardıcıl tək ədədlərdə dedik. Amma bəzən deyir elə ardıcıl ədədlər, ardıcıl natural ədədlər. Cüt tək söhbəti yoxdur. Gəl indi onu da yazaq. Ardıcıl natural ədədlər birdəndirsə nə edəcəm? O ən asandır. Natural ədədlərin içini artır. Bir dənə artmış. 1, 2, 3, 4, 5, 6. Birincisi olacaq n. X da götürə bilərsiniz. Misalda x yazıq, n də yaza bilərsiniz. N üstəgəl 1, n üstəgəl 2, n üstəgəl 3 və s. Yəni ardıcıl deyəndə bir dənə artır. Yaxud da x üstəgəl 1, x üstəgəl 2, x üstəgəl 3. Bu da oldu bizim ardıcıl natural ədədlərimiz. Ədədin mərtəbələr üzrə ayrılışı. İndi bunu göstərim ki, ayrılış nə deməkdir. Birinci gəlin yadımıza nəyi salaq? Ədədlərdə bilirsiniz də mərtəbələr, siniflər söhbəti var. Birinci siniflər var. Siniflər neçə dənədir? Ədədlərin ilə biz sinifləri 4 dənə olur. Təkliklər sinfi. Sonra minliklər sinfi. Milyonluqlar. Bir də milyardlıqlar sinfi. İndi hər bir sinifində elə bir içində mərtəbəsi var. Məsələn, təkliklərin sinifinin mərtəbələri nədir? Bunu zaten biləsiniz. Təklik, onluq, yüzlük. Hansı ki, ədəddə göstərəcəm. Əvvəl bir qayda kimi də bilək. Təklik, onluq, yüzlük. Minliklərdə də asandır. 1000, 10.000, bir də 100.000. 3 dənə minimiz olur da. 1000, 10.000, 100.000. Milyonluqlar da milyon, 10 milyon, 100 milyon. Milyardlıqlar milyard, 10 milyard, 100 milyard. Bu qədər. İndi yaxşı, bunu ədədlər üstündə nətər göstərək. Birinci yadınıza nəyi saxlayın? Ədədləri, bəzən məsələn 2 rəqəmli, 3 rəqəmli ədəd verirlər. Onu ədəd kimi vermir də, hərf kimi verir. Onu nətər yazırlar? Baxın. Gəlin onu göstərin birinci. Məsələn, bizə verəcək A, B üstündə xət. Bu bir ədədin yazılışıdır, 2 rəqəmli ədədin yazılışıdır. İndi bizə deyəcək ki, bunu mərtəbələr kimi ayırqıyla. Bir də əlavə olaraq indi biz birazdan ədədin təkliyi, onluq, yüzlüyü, minliyini də biləcəyik. Bir dənə nəyi bilmiyorum amma əsas. Baxın, üstündə xət var, bir də adi AB də var. İndi riyaziyyatda görəsiniz adi AB olur. Əgər üstündə xət varsa, deməli bu 2 rəqəmli ədəddir. Üstündə xət yoxdursa, deməli arada vurma var. Vurmanı prosto yazıb göstərmirlər, estetik görünmür ona görə. Riyaziyyatda estetiklik önəmlidir bu arada. İndi məsələn tutalım ki, A-mız 3'dür, B-miz 7'dir. Bu olacaq 37, yanaşı qoyuram, yapışdırıram, başqa heç nə eləmirəm. Bu olacaq amma 3 vurulsun 7, yəni 21. Burada cavab elə bil 21'dir, burada 37'dir. Bir dənə bu üsttəki xətdə olmayan halı bilək. Yəni bizə bu birinci natural ədədlər mövzusunda bu lazım olacaq. İndi bu üstündə xətdə olanda biz onu nətər yazırıq, onu göstərim. İndi bununla da əlaqələndirəcəm. Məsələn, bizdə AB üstündə xət varsa, bu bərabərdir. Qoy biraz böyüdək. 10A üstə gəlinsin B-yə. Məsəl üçün, nümunə göstərim elə. Hazır 37. Gəlin yoxlayaq görək düzlüyə yox. Baxın. 10 vurulsun. A-mız neçədir? 3. Üstə gəl B-də 7. 30 üstə gəl 7. 37. Gördünüz, düstur deməli düzüymüş. Düsturdan yana şübhəmiz yoxdur. Yəni bu buradan gəlib də, elə bir parçalayıblar. 37'ni yazıb ki, 10 vur 3 üstə gəl 7. Ona görə belə yazır. 10A üstə gəl B. İndi, məsələn, indi 3 rəqəmli də olsa nətər olacaq? 3 rəqəmli ədəddə də belə göstəririk. ABC üstündə xət. Olacaq 100A üstə gəl 10B üstə gəl C. Niyə 100 ilə başlayır? Çünki baxın, bu ədədi mən oxuyanda nətər oxuyuram? Məsələn, burada bir ədəd qoyaq. 232, 200. Bu çünki yüzlükdə ona görə. Ona görə 100 ilə başlayır. Ondan sonra 4 rəqəmli olsaydı A, B, C, D yenə üstündə xət. Olacaq 1000A üstə gəl 100B üstə gəl 10C üstə gəl D. Bu da oldu 4 rəqəmli. Təbii ki, bundan sonrasılarda eyni gedirdi. 5 rəqəmli də 10.000 olacaq, 6 rəqəmli də 100.000 olacaq və s. İndi gəlin ədəd yazaq bir dənə. Görək o ədədin təkliyi, onluq, yüzlüyü haradır. Baxın, bir dənə ədəd yazım. Hazır onun təkliyi, onluq, yüzlüyü. Bu mərtəbələrin sayaq, yuxarıda yazdığımız. Məsələn, bir dənə ədəd yazaq, neçə olsun? Oxuyaq ədədi. 4.376.921. İndi
Yadınızı saxlayın, mərtəbələri oxuyanda həmişə sağdan başlayıram. Baxın, təklik, onluq, yüzlük, sonra gəlir minlik, 10 minlik, da yuxarıdan yazım qarışmasın, 100 minlik, bir də axırıncı milyon, milyonluq. Həqiqətən də milyonluqdur da, oxuyanda nətər oxudum? 4 milyon 376 min 921. Təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, milyonluq. İndi bizdə burada 2 dənə sual soruşa bilər. Bu tip sualda da, yəni belə bir şey versə. O 2 dənə sualın cavabını bildiksə, deməli bu misallı işləyə biləcəyik. Birinci bizdən soruşa bilər ki, bu ədəddə, yəni verilən ədəddə məsəl üçün neçə 10 minlik var? Bax, sadə bir sualdır. Neçə 10 minlik var? Götürüb yazsaz ki, əgər 10 minlik burada yuxarıda budur, 7, cavab səhvdir. 10 minlik 7 dənə deyil. Nətər eləyəcəm? Sayıram, təzən sizə ədədi bir də buradan yazım. Göstərim. Aha, baxın, neçə dənə 10 minlik var desə, burada nə eləyəcəm? Bax, təklik, onluq, yüzlük, minlik, 10 minlik. Gəldim, bura çatdım. Bununla işim yoxdur, bunu atmayacağım. Özündən sonraki ədədləri silirəm, gedir. Cavab neçə qaldı? 437. Всё, olacaq cavab 437 dənə 10 minlik var. Bu qədər. İndi eyni şey bu o birislərə aiddir. Məsələn, desək ki, neçə dənə 100 minlik var? Baxın. 100 minlik hardadır? Bu 3. Neçə dənə 100 minlik varsa, bu saxlayıram, özündən sonra atıram, eləyir 43 dənə 100 minlik var. İndi bizə deyə bilər ki, bəs ikinci bir misal, eyni ədədlə bağlı nə soruşa bilər? Deyə bilər ki, bu ədədin 10 minliklər mərtəbəsində uzun sualdır. Bax, bu yuxarıdakı qısa sualın içində 10 minlik var. Bunun yolu budur. Uzun sualın amma yolu daha asandır. 10 minliklər mərtəbəsində neçə 10 minlik var? Baxın, neçə 10, qoy yazım tam görək. Neçə 10 minlik var? İndi bu ədədi bir də köçürürəm. Bu uzun sualın cavabı nətər olacaq? Yenə gəlirəm, baxın, təklik, onluq, yüzlük, minlik, 10 minlik. Bir dənə cavab 7-ni götürəcəm. Olacaq cavab 7. Uzun sualın cavabında buradakı ədədi götürürəm. Yəni 10 minlik mərtəbəsində neçə dənə 10 minlik var? 7 dənə. Amma ümumi neçə dənə 10 minlik var desə 437 dənə. Bu oldu bizim mərtəbələrlə bağlı verilə biləcək bizə sual. Yəni başqa bir şey yoxdur burada. Üstündə xətt olanda da göstərdim necə olur. İndi onunla bağlı misal işləyərik. Görə nətər işləyirik. Bir də nəyə yadınızı saxlayın. Bu AB üstündə xətt var ha. Burada A ilə B ikisi də rəqəmdir. Bax, yazıram. A və B rəqəmdir. Yəni məntiqlə baxanda 2 rəqəmlədir daxı. Mən bura B-nin yerinə rəqəm də nə idi? 0-dan 9-a kimi. Mən burada B-nin yerinə 10 qoya bilmərəm axı. Çünki A da məsələn hansısa bir ədəddir 5-dir. Bu 2 rəqəmli olur, 3 rəqəmli olur. 510. Ona görə A ilə B rəqəmdir. Bir dənə rəqəm olmalıdır ki, ikisi birləşəndə 2 dənə rəqəm olsun. Və əlavə olaraq onu bilin ki, A əvvəldə gələndə 0 ola bilməz. Çünki Azərbaycan sistemində ədədlər 0-dan başlamış. B 0 ola bilər. Yəni A ilə B hər ikisi rəqəmdir. Sadəcə A 0 ola bilmir. 0 özü rəqəm idi, amma indi A 0 ola bilməyəcək. Amma B 0 ola bilər. Çünki ədədin sonu 0-dan bitir, amma 0-dan başlamır. Bu da bizim bununla bağlı bir xüsusi qaydamız ki, yəni bilək ki, AB rəqəmdir. 9-dan böyük deyil. Uşaqlar, gəlin bu keçdiyim mövzu ilə bağlı, bu 2 rəqəmli, 3 rəqəmli ədəd üstündə xətt olmağı, bununla bağlı gəlin bir iki dənə misal işləyək ki, görək bu mövzu nədir, yəni nətər düşə bilər bizə. Məsələn, baxın, 8-ci misala baxaq, 8 asandır, topludandır bu arada. Sonra da 10-cu suala baxarıq. Baxın, 8-də bizə deyir ki, bu ifadə çıxsın, bu ifadə 133-dür. Gəlin yazım. A, B, 7 çıxılsın A, B üstündə xətt, bərabərdir 133. Deyir, A ilə B-nin cəmini tapın. Məsləhət görmürəm ki, burada götürüb, məsələn, bunu açasız 10-a üstəgəl B və yaxud da bunu açım 100-a üstəgəl 10B üstəgəl 7. Düzdür, adətən belə misalları açırıq. Amma bunu niyə açım ki, bu toplama çıxmadı. Alt-alta yazacağım, baxacağım, görəcəm nəydən, nə çıxanda nə verir. Baxın, belə adi toplama çıxmalarda üstünü açmağa məsləhət görmürəm. Çıxılsın AB üstünə xətt bərabər 133. Baxın, düşünürəm ki,
7-dən nəyi çıxıblar ki 3 verib? 4-ü. Deməli B4-dür. Burada B4-dürsə, burada da B4-dür. İndi baxın, onda bu misal nətər olacaq? A, B-ni yenə 4 yazıram, yazım ki qarışmasın. Çıxılsın A, burada da 4 yazıram, yenə 133. İndi yenə baxıram, 7-dən 4 çıxanda 3. 4-dən neçə çıxıblar ki 3 verib? 1. Deməli A-da 1-dir. 1, burada da 1. Deməli A-mız 1-dir, B-miz 4-dür, cəmi eləyəcək 5. Bu qədər. Yəni belə çıxma olanda, toplama olanda alt-alta yazın, nəinki açmaq. Amma 10-cu misala gəlin baxaq. İndi baxın burada açacağam. Hansı ki indi bayaq izah elədiyim düsturu bu şəkildə iş göstərəcəm ki, yəni nətər işlədirik. Baxın bizə nə verib 10-cu misalda? Deyir 2 rəqəmli AB üçün AB bərabərdir 2A üstəgəl 4B olarsa, A ilə B-nin cəmini tapın. Baxın bu qəşəng misaldır. Bunu açacağım. Bunu bayaq dedimdə nətər açırıq? 10A üstəgəl B. Həmişəki düstur. Bərabərdir sağ tərəfdə 2A üstəgəl 4B. Məsləhət görürəm ki, A-ları sola, B-ləri sağa keçirin. Yəqin ki, soldan sağa keçirməyi bilirik. Baxın, bura gələndə olacaq 10A-nı yazıram. Bərabərliyin solundan sağına, sağından soluna keçəndə işarə dəyişir. Keçən şeyin işarəsi dəyişir. Yerində qalanın yox. 10A yerindədir. Soldaydı, solda qalıb. 2A bunun yanına gələndə olacaq çıxılsın 2A. 2A müsbəti idi burada. Oldu mənfi. Bərabərdir. Bərabərin sağında nə var? 4B. Olduğu kimi qalır. Çünki bu B bunun yanına gələcək. Bu B-də baxın burada müsbətdir. Bura gələcək çıxma kimi. Eləyir 8A bərabər 3B. Aha, indi gəldi əsas məsələ. Bura gəlir uşaqlar, buradan sonrası yoxdur. Soruşanda deyirsən A nədir, B nədir, birbaşa 3-8 deyirlər, öz aləm dəyər bir-birinə. Birinci 3-8 deməmişdən qabaq nə edirəm? Əgər belə bir misala gəlib çıxdımsa, 8A bərabər 3B. Arada vurma var da görürsünüz. Onda nə yazıram? A bərabərdir 3K-ya, öz yanındakı yox, digər tərəfdəki. B də bərabərdir o biri tərəfdən 8K. K ilə yazmağı unutmayın. Nə olursa olsun mütləq K ilə. Yəni misal bu formadadırsa, A-nın B-nin yerinə X, Y da ola bilər. Arada vurma varsa, onda burada axırda A-mız 3K, B-miz 8K. Əks istiqamətdən də götürəcəyik də, çarpaz kimi. İndi K nədir? K tam ədəddir. Daha doğrusu natural ədəddir. Yəni K-nın yerinə biz natural ədəd qoyacaq. 1, 2, 3, 4, 5. Gəlin də qoyaq görək A-la B neçə verir. Bu arada bizdə demişdik ki, AB 2 rəqəmli ədəddir. Ən başını görürsünüz, burada öz verir. Üstünə xətt qoyuram, bilək. İndi nə edəcəm? K-ya 1 versəm A neçə verir? K 1 olanda A 3-dür, B 8-dir. Onda AB ədədi neçə verəcək? Dedi, üstündə xətt varsa vurmuruq, yanaşı qoyuruq. 3, 8, yəni 38. Ola bilərmi? Ola bilər. 38 2 rəqəmli ədəddir. Yaxşı, şimdi birdən dedik ki, yaxşı K-ya 1 qoydum, bəs niyə 2 qoymayım ki? Gəlin 2-ni qoyaq görək olur. 2 qoysam K-nın yerinə. Bu eləyəcək 6. Bu da eləyəcək 16. Gəlin yanaşı birləşdirək. 6, 16. Bu heç 2 rəqəmli ədəd elədimi? Yox. Bayaq nə dedim? Dedim ki, üstündə xətt varsa A ilə B rəqəmdir. Amma 16 rəqəm deyil. Ona görə heç 16 ola bilməzdi də. Yəni A ilə B 0-dan 9-a kimidir. A 0 ola bilməz. Əvvəldə gəlir ona görə. Yəni bu qədər. Gördüyünüz kimi bu tip misalda belə işləyəcəm. Açıram, yazıram, K ilə göstərirəm. K ilə göstərməyi də öyrənək. Misalın video fasonu budursa, yəni elə deyək də lor dildə. Video fasonu budursa K ilə göstəririk. Gəlin bir də 25-ci suala baxaq. Hazır ona oxşar bir sualdır. Bizə görün nə verir? 1 x, y verib. Bir də yx. Gördüyümü. Deyir ki, bu ədədlər üçün bu misal verib ki, bu çıxılsın y bölünsün, bu çıxılsın x bərabər 4 olarsa, x plus y cəminin ən böyük qiymətini tapın. İndi bu ən böyük, ən kiçik şeylərini suallarda görəndə bir diyanın düşünün ki, bu niyə ən böyük qiymət istəyir? Deməli, burada bir neçə dənə qiymət alınacaq. Mən içindən ən böyüyünü götürəcəm. Yəni, bu cür başa düşün. Bir dənə aldığınız cavabı o dəqiqə götürməyin. Ən böyükdürsə, deməli, nəsə bir iki dənə də başqa bir şey də var. Gəlin birinci açaq. Təbii ki, bunu da yenə bayaq da göstərdim. Düsturun açırım, üstündə xətt var. Olacaq yuxarıda bunun yerinə 10x üstəgəl y çıxılsın bu y bölünsün. Burada 10y üstəgəl x çıxılsın x. Bu çıxılsın x bu x-dan. Bərabər 4-ə. Müsbət mənfilər bilirik də yəqin gedir.
Yəni y-dən y çıxanda 0. Nə ki qaldı geriyə? Bu arada qaldı elə bil 10x bölünsün 10y bərabər 4-ə. Bu onlar da gedir. X bölü y 4. Baxın, x bölü y 4. İndi bura gəlib çatdım. Bu 4-ün aşağısına bir dənə 1 yazırıq. Kəsrlər keçəndə deyəcəm. Tam ədədin aşağısına 1 yazmaq olar. Yuxarısına yox, aşağısına, məxrəcinə. Çarpaz vururam. Çarpaz vuranda nə eləyir? X-i 1-ə vuranda x bərabərdir 4y-a. Baxın, bayaq dediyim bu fason. Baxın, eyni fasondur da. Yenə 8 vur A, 3 vur B. Burada da elə bil x-in yanında ədəd yoxdursa bu arada bilin ki 1-dir ya, 0 deyil. Elə bil 1 vur x bərabər 4 vur y. Yenə görürsünüz arada vurmalar var. Sadəcə A-B-nin yerinə x, y verib. İndi mən x-in qabağına 1 yazdım ki gözümüz görsün. İndi buradan da x bərabərdir 4k-ya, öz yanındakı yox, y-in yanındakini götürürəm həmişə. Y da bərabərdir. Baxın bu 1k-ya. 1k-da k kimi yazacağım da. Bir estetik görünmür ona görə. X, y tapdım. İndi k-ya ədəd verirəm. Bir də bizə demişdi ki, ədədlərimiz nədir uşaqlar? X, y-dan y-x. Gəlin verək. K-ya 1 versəm 4, buradan da 1. Olarmı? Olar. Burada 14 eləyir. Özü bizdən hansı istəyir? X plus y-ın. Hansı toplananların yerini dəyişəndə cəni dəyişin. Burada da eləyir 41. Olur da 2 rəqəmlidir. K-ya 2 versəm 8, 2. Burada eləyir... Yox, bayaq yerini dəyişib yazmışam. Bu 41-dir, bu 14-dür. X, y-da. X-im 4-dür də. 41, 14. Burada da eləyəcək 82, 28. İndi bir dənə də 3 verək k-ya. 3 4-üm. 12, 3. Dedik ki, x-la y nədir? Rəqəm. Sən x-in 12 alına bilməz. Yəni y-in artıq 3 alınmasının bir önəmi yoxdur. Bu olmaz. Bunu götürmürəm. Deməli, məndə x plus y. Deməli, x-la y-in bir dəfə 4-lə 1 alındı. Cəmi neçə verir x-la y-in cəmi? 5. Bir dəfə də x-la y-in cəmi 8, 2, 10. Ən böyük qiymət deyirsə, onu götürürəm. Ən kiçik desəydi 5-i götürərdik. İndi 5-i götürmürük, onu götürürük. Uşaqlar, gəlin indi ədədin bölənlərinə baxaq. Deməli, yadımıza salaq ki, ədədin bölənləri nə idi? Ədədin bölənləri, yəni ədədin bölündüyü ədədlərdir. Məsələn, tutalım ki, baxın, yazıram ki, bölən. Baxın, bölənlər ədədin bölündüyü ədədlər. Məsələn, tutalım ki, deyək ki, mən götürürəm 40 ədədini. Mənə deyir ki, 40-ın bölənləri hansılardır? Yadınıza saxlayın ki, bölənlər ədədin özündən kiçik olur. Yəni, 40 hansı ədədlərə bölünür? Əslində bunu soruşur. 40-ın bölündüyü ədədləri gəlin sırayla yazaq. Çünki imtahanda bəzən soruşur, yəni sırayla hamısını düzgün yazmaq lazımdır. Həmişə birinci 1-dən başlayırıq. Çünki bəzən bir adam yerinə qoymuruq, amma 41-ə bölündüyünə görə 1 də götürəcəyik. 1, 2, 42-yə də bölünür, 3-ə bölünmür, 4, sonra 5, 8, 10, daha sonra 40 nəyə bölünür? 20, bir də 40-ın özü, düzdürmü? İndi gəlin görə 40-ın neçə dənə böləni var? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə böləni var. Bölənlərin sayı onsuz limitli olur və yenə deyirəm, bölənlər ədədin özündən kiçikdir və bərabər də ola bilər. Görürsünüz, 40-40-ın bölənidir həm də. Yəni, bərabər də olur, özündən kiçik də olur, amma böyük olmur. Və yadınıza saxlayın ki, bölənlər limitli saydadır. Yəni, sonsuz ola bilməz. Yəni, mən deyəmərəm ki, hansısa bir ədədin bölənləri sonsuzdur. Yox, ümumiyyətlə, bölənlər limitli sayda olur. İndi, baxaq görə yaxşı bölünən nədir? Böləni bildik. Bölünən isə həmin ədədə bölünən ədədlərdir. Baxın, bölən, məsələn, 40-ın böləni, 40-ın bölündüyü ədədlərdir. 40-ın bölünəni isə, bölünənləri daha doğrusu, hansı ədədlər yəni 40-a bölünür? Bu 40-dan böyük olmalıdır da, düzdürmü? Məsələn, 40, 80, 120, 160, 200. İndi görürsünüz sonsuz gedəcək. Niyə? Çünki ədəd getdikcə böyüyür. Bu arada 40-ın bölünənləri deyəndə mən 40-dan başlayıram. Və həmişə də 40-40 artırırıq. Çünki 40-ın bölünənləridir. Yəni biz ədədin bölünənlərini tapanda 1-in bildimsə, 40-ı bildimsə, o birisləri tapanda oturub düşünməyəcəm də görən nə 40-a bölünürdü. Üstünə 40 gəl hər dəfə yaz. 40, 80, 120. Məsələn, 50-nin bölənləridirsə 100, 50, 100, 150, 200. Onlar da 50-50 artır. İndi bunlar da 40-40 artır. Və indi burada görürsünüz 40 ədədi
həm bölənlərin, həm də bölünənlərin içində var. Yəni ədədin özü həm özünün bölənidir, həm də bölünəndir. Amma qalan ədədlər oxşar deyillər. Və bölənlər limitli sayda olduğu halda bölünənlər sonsuz saydadır. Çünki getdikcə artır və getdikcə artan bir ədədi mən hardan bilə bilərəm ki, axırı harda gəlib qutaracaq. Bu arada bölənlə bölünənlər mənfi götürmürük. Çünki söhbət natural ədədlərdən gedir ona görə. Yəni bizdə burada söhbət natural bölənlər, natural bölünənlərdən gedir. Yəni burada mənfi söhbət hələ ki yoxdur. Bu oldu bizim bölənlə bölünənlərimiz. İndi bir məsələmiz var ki, məsələn, bəzi ədədlər olacaq indi. Biz bilməliyik ki, bu ədədlərə hansı ədədlər bölünür, bölünmür. Amma qısa yolla, daha çox uzun uzadı yox. Bu da nə deməkdir? Yəni bölünmə əlamətləri. Yəni görək hansı ədədlər bölünür və biz bunu necə bilə bilərik. Yazıram bölünmə əlamətləri. İndi bölünmə əlamətlərində əsas hansı ədədləri istəyəcək bizdən onları yazaq. İstəməyəcək şeyi niyə yazım ki? Hər ədədi indi yoxlaya bilmərik. Bəzilərini özümüz oturub dədə-baba yolla çubuqlu bölmə ilə böləcəyik. Amma bəziləri var ki, asandır. Onun yollarını indi göstərim. Məsələn, birinci 2 gəlir. 2 ən asandır onsuz da 2. İndi 2-yə bölünmə əlaməti deyəndə nəyi nəzərdə tuturam? Məsələn, sizə bir ədəd verəcək, böyük bir ədəd. Mən bilmək istəyirəm ki, bu ədəd görən 2-yə bölünür, yoxsa bölünmür. Amma çubuqlu bölmə ilə bölmək istəmirəm də, buna halım da yoxdur. İndi burada hansı qayda gəlir? 2-yə bölünmə əlaməti odur ki, bütün cüt ədədlər 2-yə bölünür. Məsələn, sizə tutam ədəd verib. Sizə soruşur ki, bu ədəd 2-yə bölünür, yoxsa yox. Mən imtahanda oturub bunu böləsi deyirəm ki, çubuqlu bölmə ilə. 2-yə ən azından. Baxıram ki, axırı 8 ilə qutarır. Axırı 8 ilə qutaran cütdür. Ümumiyyətlə cüt ədədlərin sonu, yəni 2, 4, 6, 8 ilə qutarmalıdır. Bir də 0 ilə. Əgər sonu 0, 2, bax sonu 0, 2, 4, 6, bir də 8 ilə bitən ədədlər cüt ədədlərdir. Və cüt ədədlərin hamısı 2-yə bölünür. Bunu biləcəm ki, 2-yə bölünür. Amma məsələn, mənə belə bir ədəd versəydi, bu ədəd 2-yə bölünmür. Çünki sonu 7 ilə qutarır. Yəni bu ədəd əslində tək ədəddir. Tək ədədlər də 2-yə qalıqla bölünürdü. Yəni bu 2-yə bölünmüş sayılmır. Sonra keçirəm 3-ə. 3-ün bölünmə əlaməti nədir? Yəni hansı ədədlər 3-ə bölünür? Rəqəmləri cəmi 3-ə bölünən ədəd 3-ə bölünür. Yəni ədəd verəcək mənə. Məsələn, baxın bu. Mən bilmək istəyirəm ki, imtahanda bu ədəd görən 3-ə bölünür, yoxsa yox. Bölmək də istəmirəm də, amma yəni rahat yolla. Bax, görün, düşünün, rəqəmlər cəmi. Rəqəmlərin toplayın. Toplayaq da. 4, 3, 6, 9, 5. 7, 6, 13. 13-ün üstünə də 14 gələndə şanslıdır ki, 27 elədi. Heç mən bunu hesablamamışdım. 27 də 3-ə bölünürmü? Baxın, yazmışam rəqəmlər cəmi 3-ə bölünəndir. Bax, rəqəmlərin cəmlədim. Alınan ədəd özü 3-ə bölünürsə, 27-in 3-ə bölündüyünü bilirik də, vurma cədvəlindən. Deməli, bu ədədin özü də 3-ə bölünür. Daha oturub yoxlamayacağım ki, həqiqətən görüm o 3-ə bölündə neçə eləyir. Cavabını istəsə başqa məsələ, cavab istəmirsə, sadəcə bizdən soruşursa ki, məsələn, bu ədəd 3-ə bölünür, bölünmür. Bir dənə onu bilin ki, rəqəmlər cəmi 3-ə bölünməlidir. Bu oldu 3-ə bölünmənin qaydası. Sonra bizdə var 4-ə bölünmə. 4-ə bölünmənin qaydası nədir? Son 2 rəqəmi 0 olarsa və ya, yəni yuxarıdakı bir şərtdir, və ya son 2 rəqəmi, bu asandır, 4-ə bölünürsə, onda bu ədəd 4-ə bölünür tam şəkildə. Məsələn, bir dənə ədəd verir. Birinci deyir, son 2 rəqəmi 0-dır. Məsəl üçün olsun, bu. Əgər görsəm ki, son 2 rəqəmi 0-dır, deməli bu ədəd 4-ə bölünür. Heç yoxlamıram da. Son 2 rəqəmi 0-dır, 4-ə bölünəcək. Bir də yazır ki, son 2 rəqəmi 4-ə bölünür. Məsələn, o da olsun. Məsələn, bu. Yenə baxıram son 2 rəqəminə. Son 2 rəqəmi 12-dir. 12 də 4-ə bölünür də, düz deyil. 12 4-ə bölündüyü üçün, deməli bu ədəd özü də bütövlükdə 4-ə bölünür. Yəni burada da qeyri-adi bir şey yoxdur. Sonra keçirəm 5. Yəni 5-ə bölünmə əlaməti. Bu vapşı asandır. Sonu 0 və ya 5 ilə bitən ədədlərin hamısı 5-ə bölünür.
Yəni bir ədədin ki, sonu 0 ilə bitir. Bir dənə 0 da olsa olar, vacib deyil 2 dənə olsun. Məsələn, baxın bu ədəd. Və yaxud da sonu 5 ilə bitir. Onda bu ədədlər 5-ə bölünür. Yox, sonu 0 ilə 5 ilə bitmirsə, deməli bu ədəd 5-ə bölünmür, qalıqla bölünəcək. Sonra gəlirəm 6-ya. İndi 6-ya bölünmə əlaməti. Bunu yadımızda nətər saxlayırıq? Düşünürəm ki, 6 nə ilə nəyin hasilidir? Şey olaraq, məsələn 2 dənə sadə ədəd düşünək də. 2 ilə 3-ün. Düzdür, zaten 6 2 ilə 3-ün hasilidir. Bir də 6 ilə 1-də onun mənası yoxdur. İndi 2 ilə 3-ün hasilidirsə, qayda indi nə olacaq? Həm 2-yə, həm yazıram ha, baxın. Həm də 3-ə bölünən ədədlər 6-ya bölünür. İndi, baxın, həm yazmışam. Ya da yazmamışam. İndi, həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya bölünür. Mən deməli ədəd verəcək. Tutalım, belə bir ədəd verib. Gəlin başqa bir ədəd götürək. Məsələn, nə götürək? Bu. İndi mənə bu ədədi verib, mən bilmək istəyirəm bu ədəd 6-ya bölünür ya yox. İndi balaca ədəddir, bəlkə də böyük ədəd də götürə bilərik. Birinci gəlin bunun üstündən yoxlayaq. Mən hardan biləcəm? Birinci, əmin olmalıyam ki, bu ədəd həm 2-yə bölünür, eyni zamanda 3-ə də bölünür. Birindən biri ödənmədisə, 6-ya bölünmüş. İkisi də ödənmək zorundadır. Təbii ki, birinci 2-yə bölünməyi yoxlayın. Çünki 2-yə bölünmə asandır. 2-yə bölünmənin qaydası nədir? Əgər sonu cüt ədəddirsə, deməli bu ədəd 2-yə bölünür. Baxın, sonu 6-dır. Deməli 2-yə bölünmə qaydasını keçdi. İndi 3-ə bölünməni yoxlayaq. 3-ə bölünməni nətər yoxlayırdım? Ədədləri cəmləyəcəm. Rəqəmlər cəmi 3-ə bölünməlidir. 3 üstə gəl 9, 12, 12 üstə də 6 gələndə 18. 18 də 3-ə bölünür. Deməli bu ədəd həm də 3-ə də bölünür. İndi hər ikisinə bölünsə, hər ikisinin qabağına bir tik qoyduqsa, deməli bu ədəd bütövlükdə 6-ya da bölünəcək. Problem yoxdur. Məsələn, bizə tutan belə bir ədəd versin, indi biraz böyük yazaq. İndi bilmək istəyirəm bu ədəd 6-ya bölünür ya yox. Birinci 2-yə bölünməni yoxlayıram. Baxın, sonu 4 ilə qutarıb. 4 ilə qutarıbsa, deməli bu cüt ədəddir. Bütün cüt ədədlər, yəni sonu cütlə bitən ədədlərin hamısı 2-yə bölünür. İndi 3-ə bölünməni yoxlayaq. Gəlin rəqəmlərini cəmləyək. 14, 14 üstə 8 gələndə 22, 22 üstə 7 gələndə 29, 29 üstə 6 gələndə 35, 35 üstə 4 gələndə 39. Aha, şanslıyıq yenə. 39 da 3-ə bölünür. Deməli bu ədəd bütövlükdə 3-ə də bölünür. Onda deməli bu ədəd 6-ya bölünəcək. Bu 6-ya bölünmənin qaydası 6-da 2-nin 3-ün hasildir ona görə. Sonra gəlirəm nəyə? 8-ə bölünmənin qaydasına. 7-yə bölünmənin qaydasına ehtiyac yoxdur. Yəni o qədər də düşmür, çox da önəmli də deyil. Bizim vaxtımızda vardı, amma artıq o qədər də lazım deyil. İndi 8-ə bölünmənin qaydası nədir? 4 ilə oxşardır. 4-də dedik ki, son 2 rəqəmi 0-dır və ya son 2 rəqəmi 4-ə bölünür. Burada da son 3 rəqəmi 0-dırsa və ya son 3 rəqəmi 8-ə bölünürsə, onda bu ədəd 8-ə bölünür. Yəni, ya son 3 rəqəm 0 olmalıdır, məsələn, belə bir şey, ya da son 3 rəqəmi 8-ə bölünməlidir, məsələn, belə bir şey. Baxın, burada son 3 rəqəm 0-dırsa, deməli, avtomatik 8-ə bölünür, bu bölünəcək. İndi burada da son 3 rəqəmi 128-dir. Yəni, vacib deyil, bu böyük ədədi 8-ə bölün. Bir dənə son 3 rəqəmini 8-ə bölün. 128-i 8-ə gəlin belə. 1, 8, 4, 48, 8, 16 bölündü. Son 3 rəqəm 8-ə bölünürsə, deməli, ədəd özü bütövlükdə də 8-ə bölünəcək. Daha sonra 9-a bölünmənin qaydası. 9-a bölünmənin qaydası 3-ə bölünmənin qaydasından paşda eynidir. Yəni, rəqəmləri cəmi 9-a bölünən ədəd, burada 9-dur deyə 9-dur, o birisi 3-ə bölünən idi. Rəqəmlər cəmi 9-a bölünən ədəd 9-a bölünür. Məsələn, bir dənə ədəd götürək, yoxlayaq, görək ödəyirmi? Gəl rəqəmlərin cəminə görə 9-a bölünür. 15, 7, 22, 23, 23 üstə 9 gələndə 32, üstünə də 5 gələndə 37. Rəqəmlər cəmi 37-dir. 37 9-a bölünmürsə, deməli bu ədəd 9-a bölünmür.
Keçək indi 10-a. 10 asandır. 10-a bölünmə qaydası nədir? Sonu 0 olan ədədlərin hamısı 10-a bölünür. Bir dənə 0 da bəsdir. Yəni sonu 0 olan bütün ədədlər 10-a bölünür. Məsələn olsun 970, nə bilim 12, 3, 5, 0, 12350. Yəni sonunda bir dənə 0 belə varsa ona bölünəcək. 2 dənə 0 olsa da bölünür, fərqi yoxdur. Sonra keçirik 11-ə. 11-ə bölünmənin qaydası da yenə deyirəm, bizim vaxtımızda var idi, artıq ehtiyac yoxdur. Yəni o biraz uzun yoldur. Onu yoxlayacağınıza oturub imtahanda elə 11-ə bölsəz ondan daha yaxşıdır. Gəlin 12-yə baxaq. 12-yə bölünmənin qaydası da yenə bayaq 6 nə idi? 2 ilə 3-ün hasili. Burada da o cür düşünəcəm. 12 nə ilə nəyin hasilidir? Qaydasını konkret bildiyim 3 ilə 4-ün. Yəni həm 3-ə, yenə həm deyirəm ha, həm də 4-ə bölünən ədədlərin hamısı 12-yə bölünür. İndi məsələn mənə ədəd verəndə nə edəcəm? Tutan belə bir ədəd verib. Bilmək istəyirəm ki, bu ədəd 12-yə bölünür ya yox. Birinci, yoxlayaq 4-ə bölünməni. 4-ə bölünmə asandır. Son 2 rəqəmi 4-ə bölünürsə 4-ə bölünür. Bəli, burada son 2 rəqəm 16-dır. Deməli 4-ə bölünməni ödədi. Sonra keçirəm 3-ə bölünməyi yoxlamaq üçün rəqəmlərini cəmləyəcəm. 4, 9, 13, 13 üstə 6 gələndə 19, 20, 26. 26 3-ə bölünmədiyinə görə 3-ə bölünmür. Bir dənə x varsa artıq, yəni bir dənə şərt ödəmədisə, deməli bu ədəd 12-yə bölünmür. İkisi də ödəsəydi 12-yə bölünəcəkdi. Məsələn, bir dənə nümunə yazaq 12-yə bölünməsi üçün. Bir dəqiqə. Aha, gəlin indi bu ədədə baxaq, görək bu ədəd 12-yə bölünürmü? Birinci 4-ə bölünməni yoxlayaq. Son 2 rəqəmi 84. 84 4-ə bölünür də, böləndə 21 edir. 4-ə bölünmə ödədi. İndi 3-ə bölünməni yoxlayaq. Rəqəmlərini cəmləyək. 10, 6, 16, 16 üstə 5 gələndə 21, 21 üstə 8 gələndə 29, üstə 4 gələndə 33. 33 də 3-ə bölünür. Deməli, bütövlükdə bu ədəd 12-yə də bölünəcək. 12-dən sonra gəlir 15. Vacib ədədlərdən biri. Bütün ədədlər oturub yazmayacaq ki, bizə imtahanda nə düşür o? Hansılar önəmlidir onlar. 15-ə bölünmənin də şərti yenə eyni şeydir. 15 də 3 ilə 5-in hasilidir. Yəni həm 3-ə, həm də 5-ə bölünən ədədlər 15-ə bölünür. İndi məsələn bir dənə ədəd yazaq. Hardan bilin bu 15-ə bölünür? Birinci təbii ki 5-ə bölünməyi yoxlayın. Asandır çünki o. 5-ə bölünmədə qayda nə idi? Sonu 0 və ya 5 ilə bitirsə 5-ə bölünür. Bəli, sonu 0-dan qutarır, bu ədəd 5-ə bölünür, ödədi. Bir dənə də yenə 3-ə bölünmə həmişə kimi rəqəmlər cəmi. 9, 6, 15, 3 gələndə 18, üstə 8, 26 üstə də 5 gələndə 31. 31 3-ə bölünmədiyinə görə bütövlükdə bu ədəd 15-ə bölünmür. Sonra keçirəm 15-dən sonra gəlir 18-ə bölünmə. 18 də yenə 2 ilə 9-un hasili. Düz 6 ilə 3-ün də hasilidir. Amma 6 özü də 2 ilə 3-ün hasili olduğu üçün qarışıq ədədi götürmürük. Elə bir ədəd götürürük ki, onun konkret qaydası olsun. Məsələn, 9-un konkret qaydası var, 2-nin də var. 6-ın konkret qaydası deyil də, 6 elə bil 2 ilə 3-dən asılıdır. Ona görə biz 18-i elə 2-dən ədəd götürürük ki, onlar heç nədən asılı olmasın, özlərinin qaydası olsun. İndi 18 həm 2-yə, həm 9-a bölünən ədədlər 18-ə bölünəcək. Məsələn, ədəd yazaq. Görə bu ədəd 18-ə bölünürmü? Birinci 2-yə bölünməni yoxlayın asan olduğu üçün. 2-yə bölünən ədədlər hansı ədədləridir? Cüt ədədlər. Deməli, nə edəcəm? Baxıram ədədin sonuna. Ədədin sonu 8 ilə qutarıbsa, deməli bu ədəd cüt ədəddir. Bəli, 2-yə bölünür. 9-a bölünmənin də qaydası rəqəmlər cəminin 9-a bölünməyidir. Gəlin rəqəmlərini cəmləyək. 9 ilə 8 eləyəcək 17. 17 üstə 1 gələndə 18 üstə 4, 22, 22 üstə 6 gələndə 28 üstə 8 eləyir 36. 36 9-a bölünür. Onda 9-a da bölünür. Deməli, bu ədəd 18-ə bölünəcək. 18-dən sonra var bizdə 25. 25-in qaydası 4 ilə eynidir. Sadəcə nətər? Yəni, necə 4-də dedik, son 2 dənəsi 0 olsun və ya son ikisi 4-ə bölünsün. Burada da yenə son 2 rəqəmi 0 olmalıdır.
və ya, yəni birindən bir ödənilsin bəsdir və ya son 2 rəqəmi 25-ə bölünən ədəd olsun. 4-ə bölünən deməyəcəm ki, 25-dən söhbət gedir. 25-ə bölünən ədəd olsun. Məsələn, bir dənə ədəd götürək. Baxın, son 2 dənə rəqəmi 0-dır. Deməli, bu ədəd 25-ə bölünür. Bir dənə də bizə deyir, son 2 rəqəmi 25-ə bölünən ədəd olsun. Məsələn, baxın, son 2 rəqəmi 75-dir. 75 də 25-ə bölünür, 3 eləyir. Deməli, bu ədəd bütövlükdə 25-ə bölünəcək. Burada da problem yox. Bir də 25-dən sonra gəlir 100. 100 zaten bəlli bir şeydir. 100-də də qayda odur ki, son 2 rəqəmi ən azından, ən azı deyək, son 2 rəqəmi 0 olsun. Məsələn, 2900. Ən azı dediyimə görə, yəni sıfırların sayı çox ola bilər. 2-dən çox ola bilər, 2-dən az olmasın. Məsələn, mən deyəmərəm 290 100-ə bölünür. Yox. Bölünəcəyi kəsir kimi qalacaq. O bu qaydalara aiddir. Natural mədədlər mövzusudur. Və yaxud da məsələn belə bir şey ola bilər. 37, 4, 3 dənə 0, 374 min. Məsələn, bu ədəd də 100-ə bölünür. Ən azı 2 dənə rəqəm 0 olsun. Yəni 2 dənə də 0 ola bilər, 3 dənə də ola bilər, 5 dənə də ola bilər, 2-dən az olmasın. Amma 10-a bölünmən qaydasında sonda bir dənə 0 olsa da bəsdir. Lap istəyir 10 dənə də 0 olsun, yenə olar.